Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosundan yeni iş həftəsindən sizi salamlayırıq və artıq vaxt zaman yetişdi. İstənilən hava şəraitində əlbəttə ki, bizim görüşlərimiz baş tutur və həftəyə də əlbəttə ki, gözəl bir qonaqla başlayırıq. Amma öncə xatırlatmaq istəyirəm ki, bizi onlayn da dinləmək mümkündür. dalğafm.az saytından və verilişlərimizin bütün video buraxılışları Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarında da yerləşdirilir. Yeri gəlmişkən sosial şəbəkələrdən, bizim sosial mediada bütün sizin fikirlərinizi də alırıq. Yeri gəlmişkən YouTube platformasında oradan izləyicilərimizin şərhlərini də, fikirlərini də, təəssüratlarınızı da paylaşırsınız. Təşəkkür edirəm. Şəxsən özüm də izləyirəm. Cavablarınızı da necə deyərək orada cavablarımızı qeyd edirik və bugün də gözəl bir qonağımız var. Sözün əsl mənasında həm gözəl xanım, gözəl müğənni, sevilən bir sənət adamı, müğənni Siva bizimlədir bugün. Xoş gəlmisiniz. Çox sağ olun Sevinç xanım. Əslində əsl adım Sevinç olduğuna görə biz sizinlə adaşıq. Mən də təşəkkür edirəm ki, gözəl bir həqiqətən də həftə açılışı kimi belə də həftə başlanğıcı kimi məni məhz Dalğa FM-ə dəvət etmisiniz. Çox gözəl qarşılandıq burada. Təşəkkür edirəm. Və bütün Dalğa FM dinləyicilərini buradan salamlayıram. Sabahınız xeyir, gününüz uğurlu keçsin. Baxmayaraq ki, çox yağış, güclü yağış var. Amma bizim studiyamızda istidir. Bizim necə deyirlər, o burada studiyamızda olan ab-havanı da, o isti, müsbət enerjini sizə də ötürməyə çalışacağıq və mövzular çoxdur, məlumatlar, xəbərlər çoxdur, amma elə başlıca olaraq isti istərdim yeni mahnınızdan, yeni klipinizdən danışaq. Mistik mahnıdan, mistik klipdən. Elə bir mövzuya müraciət etmişsiniz ki, Siva, yəni o şərq mövzusu, şərq üslubu. Yeri gəlmişkən sonradan bizi izləyəcək izləyicilərimizi də söylərim ki, geyiminizdə də o etno və şərq stili, müasir stillər. Bugünkü kimi. Bəli, elə onu qeyd edirəm ki, bugünkü geyiminizdə yəni buna onu ayrıca vurğulayacağım hökmən. Bəli, ondan danışarıq və Şəhrizad, bax bu mövzuya müraciət etdiniz. Necə yarandı bax bu mövzu? Niyə məhz bu və əlbəttə ki, daha sonra biz həm də elə həmin mahnını da eşidəcəyik. Çox sağ olun. Deməli, belə deyək də, ümumiyyətlə 2025-ci ildə mən daha çox bir il ərzində sustum. Aha. Biraz ailə, məişət, belə, hətta çoxları ilə də bölüşəndə dostlarımızla, çevrə ilə hamı dedi ki, nəsə belə qəribə bir il oldu da. Daha çox bu sferanın, musiqi sferasını nəzərdə tuturam. Qəribə bir il oldu, transformasiya bir ili oldu. Mənim də həyatımda bir çox şeylər baş verdi və bu elə bir ki, bunun atmosferində mənim qızım, mənim yaşadıqlarımı görüb və ümumiyyətlə sən demə məndən gizlədirmiş. Bilirsiniz də, mənim qızım da Bəyaz Həyat serialında o həmən balaca Nanidir. Onunla duetlərimiz olub. Çox istedadlıdır, hər tərəfli istedadlıdır. Və o elə bir ki, bu sən demə arzusu olub ki, mənə şərq üslubunda nəsə bir şey bəstələsin ki, mən onu oxuyum. Və bu da təsadüf elədi məhz bu zamana, bu vaxtda belə maşındaydıq, gedirdik, mənə zəng vurdu ki, sənə bir mahnı göndərirəm. Qulaq as, yaxşı qulaq as, diqqətlə. Amma sonra da geri dön mənə də, görüm necəsən. Hələ heç nə demədi. Mən qulaq asan kimi dedim, tam özümü hiss elədim də mahnıda, ritmdə, sözlərində, ümumiyyətlə melodiyasında özümü hiss elədim. Sonra dərhal dedim ki, möhtəşəm bir şeydir, çox fərqli bir şeydir. Dedi, həqiqətən xoşuna gəldi. Dedim, çox xoşuma gəldi. Mən istəyirəm sən bunu oxuyam. Bax, elə belə dedim, bilmirəm. O da ha gülür ki, sən məni çox sevindirdin. Çünki yəni ürəyinizcə oldu. Çünki mən bunu deyir, səni düşünüb bəstələmişəm. Həmişə mənə o evdə də o şahzadə deyə müraciət edir, şahzadəmiz. Şərq aləminə yaxınam ümumiyyətlə, ruhən, vizual olaraq da. Yəni sizin iç dünyanızı da bilir, sizin yəni insanın yaxını əlbəttə
əlbəttə ki, bütün onları hiss edib duya Məhz bilər. budur, bəli, Sevinç xanım, bəli. Məhz tam şəkildə mənim daxili aləmimi, mənim hansı fəlsəfədə düşündüyümü, vizual, nə bilim, hər tərəfli də, yəni ki, o mənəviyyat, o ağıl mənə həmişə deyir ki, sən deyir emosional, amma müdrik bir şahzadəmizsən. Və bu cür mənə həmişə şahzadə, hətta Snejnaya Koroleva mənə deyir, Snejnaya Koroleva. Yəni o da var, soyuqluq da var bəzən. Soyuqluq da var, bəzən var, bəli. Bax, ondan sonra artıq mən tamamilə başqa bir mahnı çıxaracaqdım. Bu arada bu artıq repertuarımda ikinci mahnıdır ki, özüm bəstələmirəm. Siz bilirsiniz də, mən daha çox illərdir bəstəkar kimi fəaliyyət göstərmişəm. 2019-da müğənni kimi artıq fəaliyyət göstərməyə başlamışam. Bu ikinci mahnıdır və mən elə-belə mahnı kimdənsə almıram. Məhz o mahnıya mən vurulmalıyam. Mən bu Sən bir sənə də vurulub, ona aşiq olub oxumuşam və Şəhrizada da həm aşiq olmuşam, həm də tam özümü tapmışam. Çünki o deyirlər, bir inanclar var, birinci həyatda nə olmusan? Əvvəlki həyatımda. Mən əvvəlki həyatımda uşaqlıqdan deyirdim ki, bax, ona görə də yansıdıram, göstərir uşaqlara. Uşaqlara evdə hamı onu hiss edir ki, mən deyəsin şahzadə olmuşam birinci. Yəni o şah sarayında dövründə yaşamısınız, həmin əsrlərdə. Ona görə də qədim filmlərə, tarixi filmlərə, məhz o cür filmlərə həmişə belə cəlb edib məni o filmlər, sevə-sevə baxmışam. Və ondan sonra mahnı bir ayın ərzində aranjman olundu. Bu aranjman Əhməd Abdurrahimli adında bir gənc istedadlı oğlan etdi. Musiqi sözləri Emiliya qızıma aiddir və sonra da klipi də var. İzlədim klipi də, yeri gəlmişkən izləmək istəyənlər də bəli, izləsinlər. YouTube kanalda da, yəni YouTube platforması sizin kanalınızda, bəli. Şəhrizad yazıb, baş rolda, şah rolunda elə Şəhriyar özüdür. O da onun arzusuydu ki, sən demə şah rolunda oynasın və bir neçə təklif gəlib buraya kimi, amma gerçəkləşməyib, reallaşmayıb və mən ona görə ona təklif eləyəndə dedi ki, bax bu bizim səninlə metafizika ilə məşğul olmamız, neyro elmlə məşğul olmağımızdır deyə mistik bir şəkildə belə bir gerçəkləşmə oldu. Çox maraqlı bir klip var. Və klipin bax bu geyim, yəni bəli, buna əsas məsələ həm də obraz və indiyənə kimi də deməli Səs Azərbaycandan mən onu işlərini görüb vuruldum. Cəmilə Həşimovanın stilisti idi və uzaq bizim müştərək dostlarımız çox idi. Hüseyn İrzayev. Özü də baxın yanımdadır. Bəli, o da buradadır. Kreativ oğlandır, çox zövqlü oğlandır, hər tərəfli istedadlıdır və bugünkü geyimimdə bütün klipin demək olar geyim üzrə rəssamı odur. Tək mənim obrazım deyil, ümumiyyətlə geyim üzrə rəssamı Hüseyndir. Bəli. Əsl Şərq xanımına həm də yaraşan bir obraz yaradır. Bunu bax Cəmilə Həşimovanın da söylədiniz. Elə onun da tərzində, bugünkü sizin geyiminizdə, libasınızda da sırf həqiqətən də o şərq elementləri, istər o ötən illərin, ötən əsrlərdən belə deyək də, bu günlə birləşdirərək bir maraqlı sintez edib və təşəkkür edirik. O sintezi çox gözəl edir. Klipin rejissoru Royal Eresmondu və ümumiyyətlə ideya müəllifi isə Ruslan Zeynal, həyat yoldaşım. Bəli, onu da salamlayırıq. Bəli, və hər kəsə burada təşəkkür düşür. Çünki böyük bir komanda burada işləyib, böyük bir heyət var və ona görə də sözsüz ki, bir peşəkar bir layihə təqdim olunub və ümumiyyətlə hər bir sənət adamının sözsüz ki, öz üslubu, öz dəstəxətti olmalıdır, öz stili olmalıdır ki, seçilmək üçün, fərqlənmək üçün bu çox önəmli cəhətlərdən biridir və yəqin ki, artıq bu üslubu da davam etdirəcəksiniz. Sevinç xanım, bir şey deyim ki, deməli, bilirsiniz də mən musiqi üzrə Musiqi Akademiyasını bitirmişəm. Və peşəkar musiqi təhsiliniz var. Bu, bilirsiniz nə deməkdir? Yəni, artıq
biz bütün musiqi üslublarının belə deyək, ələyindən keçmişik. Onları dinləmişik. Bəli. Klassik musiqidən başlayaraq, yəni pop və yaxud da indinin hansı inkişafa doğru gedən musiqi üslubları var. Bunların hamısını mən uşaqlıqdan bəri dinləmişəm, dinləyirəm və dinləyəcəm. Niyə görə? Çünki inkişaf etmək üçün bir musiqiçiyə, bir yaradıcı insana bu hökmən lazımdır. Əlbəttə, bəli. Sintez deyirsiniz. Misal üçün bu sintez ona görə köhnə belə deyək, klassik fundamentə əsaslanaraq sən etno musiqisi ilə texnanı da birləşdirə bilirsən, folku da ora qatırsan, elektro musiqini də, nə bilim, cazla elektronda sintez edə bilərsən. Yəni fərqli-fərqli üslublara müraciət edib onları sintez edib bir gözəl bir abu-havalı mahnı üslubuna, mahnı janrına çevirib bəstələyib təqdim edə bilərsən. Bu da yenə də deyirəm, hər üslubda mahnıları zövqümə görə, dinləyib sevdiyimə görədir. Ona görə məndə blues da var, rock da var, ballada da var, pop da var, milli ruhda da əlbəttə ki, bu da var. Bu da mən bir də çox üzr istəyirəm. Allah bütün ölənlərə rəhmət eləsin. Rəhmətli atam Məmməd Ağasiyevin genidir, atamın genidir. Niyə? Çünki mənim atam çox güclü, həm tarzən olub, bütün musiqi alətlərində ifa edirdi, həm qəzəlxan olub, hər tərəfli bir insan idi. Həmişə deyirdim ki, ikinci mənim canlı akademiyam idi. Allah onlara ruhu şad olsun. Əlbəttə, o genetik irsən keçən istedad da öz yerində, üstəgəl peşəkar musiqi təhsili və əlbəttə ki, insanın özünün də ayrıca bir zövqü olur da, yəni o zövqün formalaşmasında da bütün bu amillər mütləq ki, öz təsirini tapır. Ümumiyyətlə, musiqi industriyamızda bugün cərəyan edən, trenddə olan, daha çox dominantlıq edən musiqi janrları necə düşünürsünüz? Bugün müasir dövrdə, bəli, gülümsədiniz, artıq deyəsən yaralı yerinizə toxundunuz. Heç ora belə deyə, heç girib toxunmayaq oralara, çünki amma bir peşəkar bəstəkar kimi, yəni həm də müğənni kimi yox, həm də bir peşəkar musiqiçi kimi fikriniz maraqlıdır. Mən nə deyə bilərəm ki, mənim üçün bilirsiniz, çoxlarının məhz o tərzə yanaşıb və bilmirəm nədirsə bizim dinləyicimizin, tamaşaçımızın, xalqımızın zövqünü korlamaq üçün nə bilim, elə bir aksiyadır, gedir, bir öncədən, bilmirəm, bilirsiniz, burada bu sözlər yadıma düşür, deyir, düzdür, buna tam aid deyil, amma millət necə, nə olursa olsun, nə işim var, yəni tək ki, bu mahnı tutalım, mənim kanalımda trend olsun, tək ki, mən buradan pul qazanım. Yəni, reyting qurbanı olur da çox şey, indi hər kəs reyting alacaq. Reyting, amma mən yaradıcı insanım və mənim kimi ali savadlı yaradıcı insanlar az da olsa, amma bilirsiniz necə, bu kütləvi şəkildə göz qabağında deyilik. Biz varıq və az da əslində deyilik, çoxuq. Özümüz üçün biz çoxuq və bizim həqiqətən də çevrəmiz, istər bu öz dinləyiciniz, auditoriyanız var. Bu tək musiqiyə aid deyil, bu rəssamlara aiddir, bu şairlərə aiddir, bu yazıçılara aiddir. Yəni bütün incəsənət növlərində yaradıcı insanlardır. Bunlar yaradıcı insandır və yaradıcı insan heç vaxtı, misal üçün mən məhz baxın, indi Şəhrizadı mən belə işləyəndə üzərində. Mən düşünmürdüm ki, insanlar bunu qəbul edəcək və yaxud da qəbul etməyəcək. Mən bundan zövq ala-ala işi özüm zövqümə görə, yəni bu elə bil ki... Sanki özünüz üçün yaradırsınız bunu. Özüm üçün bilirsiniz necədir? Bu, rəssam necə yaradır? Rəssama bir, hardansa bir vəh gəlir, necə deyələ, o düşünmür ki, onu anlayacaqlar mı o rəsmi yoxsa yox? Bu əsrlər boyu da belə olur. Yəni, yaradıcı insanın fərqi nədir? O, onun kommersiya tərəfində düşünmür ki, o sadəcə o beynində olan, məhsulunu yaradır, məhsulunu, yəni ki, nə varsa, onu
belə deyək də illüziyasını həyata keçirir. Və o xəyallarını fantaziyasını, gerçəkləşdirir. bəli. O da elə belə deyil, o deyirlər ki, qeybdən gələn bir şeydir. O da qeyri-adi bir şeydir. Onu yaradır və o yaradandan sonra bir müddət də siz bilirsiniz, əsrlər boyu yaradıcı insanlar və daha çox yenilik yaradan insanlar qəbul olunmayıb və əksinə nə bilim o bir mənalı qarşılanmayıb. Bir mənalı qarşılanmayıb, hətta çoxları qınaq obyektinə çevrilib. Qınaq obyektinə, bəli. Yəni bu zamanla, əsrlərlə belə bir, yəni əslində belə hallarla üzləşmişik ki, ümumiyyətlə bir sənət əsərini anlamaq üçün və yaxud da bir sənətkarın yaradıcılıq yolunu anlamaq üçün bəlkə də doğrudan da zaman lazımdır və düşünmək lazımdır. Əgər bir sənət əsəri insanı düşündürürsə, bu artıq demək ki, mesaj ünvanına çatıb. Mən şükür Allaha nə iş görmüşəmsə, mənə bax o sənət insanları, yaradıcı, ali savadlı, onlar əgər bir dənə deyirlər, siva deməli yenilikdir, siva edibsə yenilikdir, fərqlilikdir və baxırlar ki, bu nə keyfiyyət, bu nə vəhdət, bu nə musiqi, klip, hər bir şey. Bu mənim üçün elə yetərlidir. Yəni də deyirəm, bu bəlkə də doğru deyil. Ali savadlı insanlar həmişə düşünürlər ki, mənim müəllimim necə baxacaq və yaxud da mənim həmkarım buna necə baxacaq. Mən əslində onu da düşünmürəm. Sadəcə yenə də deyirəm, bu öyrəndiklərimiz zövq formalaşır. Uşaqlıqdan necə sən gedirsənsə, o daxildən o gələn bir şeydir də, sən başqa cür artıq edə bilmirsən. Mənə neçə nəfər deyib ki, məsəl üçün qalma qala get və yaxud da bayağı bir şey oxu. Mənə görə, mənim üçün, mənim repertuarımda mənə görə sözün açığı belə tam ürəyimcə sevmədiyim Reyhan mahnısı idi. Reyhanı yəni ki, elə bil ki, biraz aranjman, fərqlilik qatdı. Amma onu da klipi ilə, onu da bir başqa bir mistika ilə belə deyər, irəli sürdüm. O da düzü qınaq obyektinə də çevrildi. Çünki oldu biraz qalma. Yəni belə deyək də klassikaya müraciət edəndə, yəni hər zaman o konservativ insanlar, belə deyək də o retronu qoruyub saxlayan insanlar sözsüz ki, bunu hardasa o cür qarşılayacaqlar da, yəni ki, bir mənalı qarşılanmalı. Bir mənalı sanki düşünürlər elə də qalmalıdır. Bir mənalı qarşılamadı, amma daha çox misal üçün türk dinləyicisi çox bəyəndi onu, dinləyiciləri. Yəni demək istəyirəm ki, orada da biz biraz belə etno, abu havası qatdıq, həm klipdə, həm də belə mahnıda. Yəni belə, yəni əsas odur ki, mən yaradıcı insanım, mən bunu getdikcə daha da çox hiss edirəm özümdə. Heç bir deyim ki, show biznesdə həm varam, həm yoxam. Biz öz aləmim var mənim. Bəli. Ümumiyyətlə hər bir sənət adamının öz dəstixətti üslubu seçilməlidir. Onun artıq musiqisi gələndəmi deyəndə, dəstixətti adı çəkiləndə belə artıq insanda bir fikir formalaşmalıdır ki, bax bu insanın üslubu budur və zamanında böyük bəstəkarımız İsmail Hacıbəyev demişdi ki, bəstəkar, yaradıcı insan ümumiyyətlə ilk özü zövq almalıdır öz işindən. Mənim müəllimim olub. Olub sizin müəlliminizdə. Ay, nə maraqlı bir təsadüf. Yəni onu bilmirdim. Kaliforniyadan mənə dərs keçib. Demək, yəni yəqin ki, o fikri də elə siz də xatırlayırsınız. Yəni o da zamanında söyləyirdi ki, yəni insan özü zövq almırsa öz etdiyinə başqası zövq ala bilməz. Ona görə də sevərək yaratmaq və o sevərək yaranan daha bir mahnı bu sənmisən? Bax bu mahnı mənim mahnım deyil. İsmail adında gəncə məxsusdur. Sözləri də, musiqisi də, amma həqiqətən də mən bu mahnıya aşiq olub. Demək ki, gənclərlə işləyirsiniz. Yəni bir peşəkar bəstəkarın hansısa bir gənc yazardan almaq. Mən ümumiyyətlə gənclərin sevimlisiyəm. Çünki mən belə deyək, nə yeni çıxırsa, dünyada nə yeni çıxırsa musiqi üzrə, mən onu bəlkə də ilk dinləyənlərdən oluram. İnkişaf üçün bu hökmən lazımdır. Mənim öz zövqümü oxşuyur bunlar, yəni yeni
bunlar oxşuyurdu. Ona görə də o baxıram. Yenə də gənclərdən bizdən bir dənə də Yapondan mahnı götürmüşəm. O da inşallah yaya istəyirik çıxaraq. Maraqlıdır. O Yaponun da 100 dənə mənə göndərdiyi mahnıdan birisi. Çünki orada da biraz belə mistik, həm müasir, belə qarışıq sintezli bir abu-hava var deyə ritmik mahnıdır, əsl yay mahnısıdır. Bəli, o zaman gözləyək hələlik o mahnını və bu sənmisən, hazırda isə Dalğa FM-də Sənətin Səsində Sivan ifasında radionuzda səs verin. Gəlin bərabər dinləyək, daha sonra buradayıq. Dalğanı dəyişməyin. Və Sənətin Səsi Mədəniyyət Nazirliyinin Dalğa FM radiosunun ortaq layihəsi hazırda bizə canlı dinləyirsiniz. Onlayn dinləmək üçün dalğafm.az saytından dinləmək mümkündür və sonradan əlbəttə ki, video buraxılışlarımız həm Mədəniyyət Nazirliyinin, həm Dalğa FM radiosunun YouTube kanalında da yerləşdiriləcək. Oradan da izləmək mümkündür. Vaxtımız daralır, artıq azalır, amma danışılacaq söhbətlər də var. Məsələn, hər bir sənət adamı əlbəttə ki, uzun illərdir ki, həsrətində olduğu bir mövzu olub və sizin də repertuarınızda artıq o mövzuda bir mahnı var. Bu Şam mahnısıdır, Şadır. Yəni bu Sabahın xeyir Şuşa. Sabahın xeyir Şuşa adı belədir. Ümumiyyətlə bu cür mövzu, vətənpərvər mövzu bizim belə deyək, əzəli torpaqlarımızdan yazmaq, yaratmaq, həmin o illəri də, ötənləri də qaytararaq belə deyək, o çətin dövrləri də, çünki bir musiqiçi kimi yaşamısınız, görmüsünüz zamanda ki, elə sizin müəlliminiz olsun, digər bəstəkarlarımız olsun ki, necə ağır mövzuda yazırdılar. Ondan sonra artıq daha çox qələbə mövzusunda, daha çox şən ab-havada yazmaq sözün əsl mənasında məsuliyyətli idi. Bəli. Bu mahnının musiqisi də necə sizə aiddirmi? Şuşa, bəli, bəli, orada musiqi mənə aiddir. Sözlər isə Eyyub Qiyas dostumuz şair, ona aiddir. Mən sözlər əslində sözləri görəndən sonra bəs 44 gün Şuşa hələ alınmamışdı. Mən bu mahnını o dövrə təsadüf edir. Mən ümumiyyətlə çox inanırdım ki, Şuşa hökmən alınacaq. Bəli. Bu hətta bu barədə mübahisələrimiz o vaxtı bilirsiniz də çox 44 gün çox gərgin bir günlər idi. Amma çox şükür olsun ki, inancımız, inanmamız gerçəkləşdi. Bəli. Və musiqisi mənə aid, sözləri isə Eyyub Qiyasa aid. Həmən o 44 gün ərzində mahnılar çox idi. Çox mahnılar bəstələmişdim. Qarabağ Azərbaycandır. O rock üslubudur. Bəli. Sabahın xeyir Şuşa isə daha çox ballada, klassik, milli, bax belə bir üçü bir arada deyək, sintez olunmuş bir. Bəli. Müxtəlif mövzulara müraciət etmisiniz. Yəni biz verilişimizin əvvəlində də qeyd etdik ki, zamanında siz bir bəstəkar kimi fəaliyyət göstərirdiniz təkcə belə. Həm də daha bir müqəddəs bir mövzu, müəllim mövzusuna da müraciət etmişdiniz. Yəni o mənim pasportumda. Bəli, vizit kartınızdır, deyilmi? Mənim vizit kartımdır, bəli. Yəni o mahnını bugün artıq o belə neçə il var artıq? 2011-də çıxıb o mahnı. Yox, 2009-da. 2009-da çıxıb. Yəni 15 ildir artıq. Amma 15 insana il. elə gəlir ki, sanki gəncdir uşaqlıqdan. artıq. Bəli, amma insana elə gəlir, elə bir uşaqlıqdan o mahnı bizimlə idi. Çünki elə bir mövzu, elə bir həssas doğma mövzuya müraciət etmisiniz və nə yaxşı ki, o mahnını da yaratmısınız. Çünki o cür mövzuda təəssüf ki, çox azdır, bəlkə də yox dərəcəsindədir. Var, mahnılar. amma sadəcə Əziz müəllimin mahnısı daha belə, yəni ki, tarixə düşdü. Çox populyar oldu Çox zamanında. populyar oldu. Ona görə də bir günün içində populyar oldu. Hətta. Deməli, mən onu radioya göndərdim. Bir gündən sonra bütün radiolar hətta verdi və o vaxtı qızlar oxuyurdu. Onlardan biri mənə zəng vururdu, deyirdi ki, bəs mahnı deyəsən hit olub. Bəli. Çünki onda da mənim oğlum balaca idi, körpə idi. 1 yaşı var idi. Oradan bax, mən oradan
nə bilim bir sevgidir də bu. Sözsüz. Bu bir sevgidir. Bəli, Qoyursan ruhunu Bəli. və bilmirsən kim tərəfdən tutulacaq, kim onu başa düşəcək, kim qəbul edəcək. Onu Məncə bilmirsən. hər bir insanın həyatında o mövzu müqəddəsdir. Ona görə də düşünürəm ki, bütün xalq tərəfindən o mahnı sevildi. Mən bəs ona görə deyirəm ki, elə bil ki, bu mahnı şey oldu, xalq mahnısı kimi. Bəli. Amma bu Qəbul, sizin qəbul. uğurunuzdur. Yəni buna siz yalnız sevinərsiniz. Çünki bəstəkar mahnısının bir xalq mahnısı kateqoriyasına yüksəlməyi belə sözsüz ki, o sənət adamı üçün bir uğurdur. Və arzu edək ki, bundan sonraki bax artıq o səhnə layihələrini, səhnə adınız Siva olaraq yaratdığınız bir obraz olaraq biz Şərq xanımını belə deyək də bu gün simvolizə edirsiniz və bu yolda da sizə uğur arzu etmək Çox istəyirik. sağ olun, Şimşək. Ən azından seçilirsiniz, fərqlənirsiniz və ən azından sözsüz ki, burada peşəkar musiqiçidən söhbət gedir. Yəni Çox illər sağ olun. keçməsinə baxmayaraq yenə də biz bu gün düşünürük ki, bəli, bizim milli kimliyimiz, bizim milliliyimiz, bizim şərq belə deyək də xalqlarına mənsub olduğumuz və musiqi təhsilinin də necə önəmli olduğunu illər keçəndən sonra önəmlidir. insan anlayır. Bir daha təşəkkür edirik ki, bu gün Çox sağ bizimləydiniz. olun. Mən sizə təşəkkür edirəm ki, dəyər vermisiniz, dəvət etmisiniz. Çox xoş oldu və Çox sağ olun. sizin də bizi birləşdirən də yenə Musiqi Akademiyası Bəli. oldu. Həm də ötən illərə, o tələbəlik illərinə, bizim doğma Bakı Musiqi Akademiyamıza bir nostalji hisslər də yaşadıq. Mən Nə yaxşı əslində ki bunu var. bu gün bildim. Bəli. Yəni yadımdan çıxmışdı, çox üzr istəyirəm. Bəli, xatırladıq, estağfurullah, xatırladıq və Bəli. insanı sənət belə cəmiyyəsində birləşdirən bir ocaq var. Buradan salamlarımızı çatdırırıq. Bizi tanıyanlara da, unudanlara da gəl hər kəsi salamlayaq, yada sala. Çünki sənət aləmində bu cür o məkanın yetirmələri yaradırlar. Mənə elə gəlir ki, orada biz tək necə deyirlər, savadı deyil, musiqi Düzdür. savadını deyil, həm də o bir yaradıcı insan sütununu qazanmışıq. Bəli, Mədəniyyətini qazanmışıq, davranışını qazanmışıq. Elə o zövq də Zövq. elə oradan formalaşıb. Bəli, bax bütün bunları cəm şəklində bu gün yaşadan müğənni Siva bizimlə idi. Son olaraq isə istəməzdik ayrılaq, amma ayrıldıq Amma deyəcəyik. ayrıldıq sözləri musiqisi Bəli. mənə aiddir. Deep House üslubundadır bu. Maraqlıdır. Elə bu ifa ilə bu saatımızı yekunlaşdırırıq. Sabah eyni vaxtda, eyni məkanda, dalğada görüşmək və eşidilmək ümidi ilə salamat qalın.